Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyekel fərəc. Məkasib kitabından, qeybət bəhsindən 13-cü dərsi oxuyuruq. Dünənki dərsimizdə oxuduq, qeybətə təriflər demişdilər alimlər. Mərhum Şeyx Mürtəza Ənsari axırıncı deyilən tərifi təqdirə layiq bildi və bugünkü dərsimizdə də həmən ehtimalı gücləndirir və dəlillər gətirir. O ehtimal, o tərif bundan ibarətdir ki, qeybət odur ki, bir insan digər bir insanın olmadığı yerdə danışa və onun gizlin elədiyi günahları aşkar eləyə. Bir haldayı ki, həmən günahları Allah gizlətmişdi, Allah aşikar eləməmişdi. Sən gələsən o günahları, o gizlində olan günahları aşkar eləyəsən və cəmiyyətdə ifşa eləyəsən, bu qeybətdir. Amma o şəxs ki, günahı aşkar eləyir, hamı görür, onu danışsan, o qeybət deyil. Mərhum Şeyx Mürtəza Ənsarinin də rəyi budur. Və bu rəyi gücləndirmək üçün neçə dənə rivayət gətirir və buyurur ki, bu rivayətlər həmən bu ehtimala müəyyiddirlər. Yəni, bu ehtimalı dəstəkləyirlər və gücləndirirlər. Ona görə buyurur və yuəyyidu hazəl ehtimal, bu ehtimal qəvilənir, güclənir, gücləndirilir. Hansı ehtimal? Həmən dünənki dərsimizdə axırıncı verən ehtimal ki, izah elədim. Qeybət odur ki, bir nəfərin gizlində elədiyi günahları sən aşkar eləyəsən. Bəl yuayyinuhul əxbaril mustafizə əd-dallatu əla etibari kovnul məqul məhsturən qeyru münkəşəfin. Bəlkə deyir, müstəfiz rivayətlər bu ehtimalı təyin eləyir. O müstəfiz rivayətlər hansılardır? Əd-dal, onlar dəlalət eləyir. Əla etibari kovnul məqul. O rivayətlər dəlalət eləyir ki, mötəbər budur ki, o məqul, yəni o söylənilən sözlər, o əməllər, məsturən qeyru münkəşəfin. Onlar gizlin olsun, aşkar olmasın. Yəni, bir şəxs günah eləyib, o günahları gizlin ola. Sən də gəlib onları aşkar eləyəsən. Misluhu qovluhu aleyhisselam. Məsələn, o rivayətlərdən biri budur ki, Həzrət buyurur, Fîmâ rəvâhul əyyâşi. Belə ki, bu rivayəti Əyyâşi rivayət eləyir, besənədihi ən İbn-i Sənan. Öz sənəti ilə İbn-i Sənandan rivayət eləyir. Ki, İmam əleyhissalatu vəssalam ki, məsum buyurdu, Əl-qeybətu ən təqulə fi əxiki ma fihi mimmən qəd sətərəhullahu aleyhi. Həzrət buyurdu ki, qeybət odur ki, sən öz mömin qardaşının haqqında
bir söz deyəsən ki, həmən söz, həmən iş elə o mömində ola. Ən təqula fi əxikə ma fihi. Yəni elə bir şey deyəsən ki, mömin qardaşının haqqında, həmən şeydə o mömində ola. Məsələn, deyəsən ki, filan kəs oğurluq eləyibdir və həqiqətdə də elə o oğru ola. Müntaha qəd sətərəhullah aleyh. Allah onun oğurluğunu gizlətmişdi. Allah onun əməlini məstur eləmişdi. Onu cəmaət bilmirdi. Sən gələsən onu aşkar eləyəsən. Bax, bu rivayət bunu təsdiq eləyir ki, qeybət odur ki, digərinin gizlin elədiyi bir əməli aşkar eləyəsən. Bu bir rivayət. İkinci rivayət, rivayətu Davud ibn Sərhan. İkinci rivayət, Davud ibn Sərhanın rivayətidir. Əl-Mərviyyə fil-Kafi. Kafi kitabında rivayət olunub. Qalə deyir ki, Səltu Əba Abdillah əleyhissalam ənil-qeybə. Deyir, İmam Sadiq əleyhissalamdan sual elədim qeybət haqqında ki, qeybət nədir? Qalə, İmam buyurdu, huvə ən təqulə lə-əxikə fi dinihi ma ləm yəfəl. Qeybət odur ki, sən gələsən öz din qardaşının, yəni bir möminin, bir əhl-i beyt tərəfdarının haqqında bir sözü deyəsən ki, ma ləm yəfəl, o işi görməyibdir. Məsələn, deyəsən ki, filan kəs zina eləyibdir, bir halda ki, o şəxs zina eləməyibdir. Bu həm qeybətdir, həm də böhtandır. Huvə ən təqulə li-əxikə fi dinihi. Sən öz din qardaşının haqqında bir söz deyəsən, bir iş nisbət verəsən ona, ma ləm yəfəl, o işi görməyibdir. Və yaxud və tobbisə əmrən, gətirəsən bir işi aşikar eləyəsən, mömin qardaşının haqqında, qəd sətərəhullahu taala aleyh. Halbuki Allah onu gizlətmişdi. Allah istəsəydi onun günahını aşikar elərdi, amma eləməyibdi. Sən gəlirsən onu aşikar eləyirsən. Ləm yuqam aleyhi fihi həddun. Yəni elə bir əməldir ki, hədd onun üçün hədd qaim olmayıbdır. Yəni hədd cari eləməyiblər. Bildiyiniz kimi şəriətimizdə hər bir günahın bir cəzası var, həddi var. Bu bir günah eləyibdir ki, buna hədd qərar verilməyib. Niyə görə hədd qərar verilməyib? Çünki gizlin eləyibdir. Əgər aşkar eləsəydi, hakim şər tərəfindən buna hədd təyin olunardı. Çünki gizlin eləyibdir və buna hədd də cari olmayıbdır. Yəni, əməl gizlin əməldir. Ola bilər bir insandır, bir günah eləyir, ya günah eləyib, gizlin eləyib ki, heç kim görməsin, heç kim bilməsin. Sən gəlirsən onu aşikar eləyirsən, sən gəlirsən cəmiyyətdə onu ifşa edirsən. Bax, Həzrət buyurdu ki, qeybət budur. Bu ikinci rivayət. Və rivayətu Əban, üçüncü rivayət. Rivayəti Əbandır, Əban ibn Təqlib, ən rəculin, bir kişidən nəql eləyir Əban. Sadəcə la ya'lamuhu. O kişi kim idi, onun adı yadında qalmayıb. Yəni, Əban deyir ki, bir kişidən nəql eləyirəm bunu, amma o kişinin adı yadımda qalmayıb. Elləl əzrəq, yalnız onun adı əzrək kimi yadımda qalıbdır. Yəni, əzrək kimi bir ad yadımda qalıbdır. Deyir, o şəxs, o əzrək nəql eləyir İmam-ı
Kazım əleyhissalamdan, 7-ci imamdan. Qalə li, bu şəxs deyir ki, mənə dedi Əbulhəsən əleyhissalam. Əbulhəsən bir Əmirül-Mömininə deyirlər, bir də Əbulhəsən Sani İmam Musa ibn Cəfərə deyirlər. Bu şəxs İmam Musa ibn Cəfərdən nəql eləyir ki, Həzrət qeybəti belə məna elədi. İmam Musa ibn Cəfər Mən zəkərə rəculən min xəlfihi bima huvə fihi. Bu dedi ki, əgər bir nəfər bir kişinin arxasınca bir sözlər deyə, bima huvə fihi, yəni o sözlər, o işlər elə o kişidə ola. Məsələn, dediyimiz kimi, deyək ki, filan kəs oğrudur, elə filan kəs həqiqətdə də oğru ola. Amma mimmən ərəfəhun nas, insanlar onu hamı bilir. Məsələn, hamı bilir ki, filan kəs oğrudur. Ləm yaxtabihu. Onda bu şəxs o kişinin dalıca qeybət eləməyibdir. Niyə? Çünki cəmaət hamı bilir. Amma ikinci hissədə Həzrət buyurdu ki, və mən zəkərəhu min xəlfihi bima huvə fihi. Əgər bir kişinin dalıca danışsa, elə bir söz deyə ki, o iş elə onda ola. Yenə də misalımız elə olsun. Filan kəs oğrudur. Amma mimmən la yarifun nas. İnsanlar bilmir, gizlin eləyib. Birinci surət budur ki, insanlar bilir, o qeybət deyil. Amma ikinci surət budur ki, insanlar onu bilmir, o oğurludur, amma gizlin oğurluq eləyir. Sən də onu bilirsən. Əgər sən onu aşkar eləsən, fəqət iqtabə. Artıq sən onun dalıca qeybət eləmirsən. Və mən zəkərəhu bema leysə fihi. Həzrət üçüncü hissəni buyurdu. Əgər bir nəfər bir nəfərin dalıca danışa, elə bir söz deyə ki, o iş o şəxsdə olmaya. Məsələn, deyə filan kəs zina eləyibdir, halbuki o şəxs zina eləməyibdir. Fəqət bəhətəhu, artıq bu şəxs ona böhtan atıbdır. Yəni, həm qeybət eləyib, həm də ona böhtan atıbdır. Təəssüflər olsun, indi bəzi insanlar digərlərin qeybətini eləyir, sonra da deyir ki, mən olan şeyi deyirəm. Sonra da deyir ki, mən o şeyi deyirəm, o işlə məşğuldur. Daha bunu düşünmür ki, belə olan surətdə bu qeybətdir. Olmasa desən, həm böhtandır, həm qeybətdir. Qeybət eləyənin tək bir cəzası var, böhtan deyib qeybət eləyənin isə 2 cəzası var. Elhamdülillahi Rabbil aləmin.